Salam uşaqlar. Deməli bugün gedirik Biləsuara, doğma yurt. Uşaqlar, yağış yağacaq kimi görünür hava. Bir qonaq, Salam dostlar. Necəsiz? bir qonaqla gedirik. Sizi bir xamyakla salamlayırıq. Baxın. Bunun adı naxış xuxuş, anaları naxış xuxuşdur. Anaları ataları yəni. Mənə də göstər. Gedirik. Yolumuz uzundur. Demək olar bir 5 saat yol gedəcəyik. O qədər də uzun deyil amma yəni bəlkə hava qaralana falan çatır. Ha yəni xeyli var. Hayda bulut da görünür. Ha bulud var, şu an arxamızda bulud var görürsüz. Yəni qorxulu yağış yağa bilər. Yağış yağsa yolda getməyimiz biraz təhlükəli olacaq. Çünki oranın yollar biraz dəymə düşərdi. Da yəni sağ-sol. Deməli gedirik. Birinci buradan getməliyik 20 yanvara. O telefon getdi. Deməli buradan birinci 20 yanvara gedəcəyik. Ondan sonra isə dəqiq tripodum izləmə. Hə. Buradan 20 yanvara gedəcəyik. Oradan isə go to Biləsuvar. İndi gedək maşını onda qayda açaram. Uşaqlar, artıq biz avtomobildəyik və düşəcəyimiz yerə çatırıq. Yəni 20 yanvara. Və uşaqlar, artıq biz Biləsuvara çatmışıq. Yəni artıq o 20 yanvardan maşına mindik. Və ondan sonra indi sizə biraz izah edirəm. Çünki kayıtlar çəkmədim. Çünki həqiqətən də biraz yorucudur. Yəni başa düşdüyünüz qədər çəkiş aparmaq asan bir şeydir. Yəni insanlar olur, insanlar bəzən narahat ola bilərlər. Ona görə də yəni çəkilişlər daha belə ətraflı gələ bilmir. Məsələn mən çıxaram bir 1000 abunəyə, bütün dünyada tanınar, dünya deyəndə Azərbaycanda bir çox hissələr, yəni Azərbaycanın %40-ı məni tanıyır. Ondan sonra belə rahat çəkiş apara bilər. Çünki insanlar məni tanıyır, mən yad adam deyiləm artıq. Yəni görsələr də çoxsa məni tanıyırlar. Və Biləsuvardayıq, yəni çatmışıq amma kəndimizə çatmamışıq və yeni bir film çəkəcəyik. Əslində siz burada filmlər görmüşsünüz, amma mənim başqa bir kanalım var idi. Orada filmlər çəkirdik. Nəysə, gedək, yəni hekayəni anlatım sizə. Deməli, oradan getdik 20 yanvara çatdıq. Oradan mindik Bakı minmədik, gözlədik Bakı avtovazanda. Atamın dostu gəldi, elə o kəndə gedirdi. Biz də kəndə girdik, oradan biraz getdik, Qobustana qədər gedib çatdıq. Ondan sonra şey oldu. Demək olar ki, Biləsuvara belə bir neçə kilometr qalmışdı. Belə Bakı yaxınlığında Tamstor falan var idi. Mən də onunla ac idim də, bir çox yemək yeməmişdim. Və onunla getdik Tamstora, yol üstü Tamstorlar falan olur, arazi Tamstor falan. Girdik Tamstora, nə bilim, kola aldıq, bir dənə dürüm aldıq, qutab aldıq. Orada qutab fəaliyyəti falan var idi, nə bilim, kraks falan aldıq, belənçinə şeylər aldıq. Onu da yeyə həm yolda yedik, həm də ki, həm yolda yedik, həm də belə rayonda falan yemək üçün aldıq. Belə fanta falan, böyük fanta aldıq ki, oy Allah, uşaqlar. Uşaqlar, sizə mən göstərə bilmərəm. Uşaqlar, arı girib maşına. Uşaqlar, arı girib. Uşaqlar, arı girib maşına, özlə mən boydadır. Qorxuram, Allah, uşaqlar deyirəm, maşına arı girib. Arı gəlmə. Gəlmə, arı, nə olar, gəlmə, qorxuram. Maşında da təkəm. Atam çıxdılar, atamla, bir də atamın dostu çıxdılar meyvə falan almağa. Mən darı ilə burada dəyib qalmışım. Arı, nə olar, get. Arı. Uşaqları, Allah haqqı deyirəm, orada arı var. Uşaqlar, nəsə, mən kaydı bağlayıram. Sağ olun, salamat qalın. Deməli, kənddəyik, vlogumuz davam edir və gedirik, kabab eləyəcəyik. Nənəm burada şokoladlı pundikli pilavları
Var. Hayır da camaatı gözünün qabağında yemədə sayla özdə kənd sayla qəşəng gedir. İndi uşaqlar gedəcəyik taxta götürməyə və oradan sonra da taxta götürüb mangal eləyəcəyik və kabab bişirəcəyik. Pişirəcəyik. Ağzını suya. Yəni uşaqlar gedirik kabab eləməyə. Amma birinci toyuqlar alınacaq. Yəni bir 2 saat beləsinə işləm var və mən də sizə bunları çəkəcəyəm. Və gedək. Uşaqlar gedirik qonşumuza. Qonşumuzdan gedirik taxta, tuxta. Elə bir qonşumuzu soyğunçuluğa gedirik. Taxtadan tuxtana götürüb petləməyə, zarafat ilə petləmirik, götürürük. İcazə ilə də ödünç alırıq. Deməli, gedirik qonşumuza. Biləsvarın içə gedəni. Şaka. Burada da güneş var. Peyn iyisi vurur peyn. Lezzet elir. Başa düşəndən başa düşdü. Neyse. Valla aşağı sürəlidə zaten burada qalırıq. Əsl evim zaten Sumqayıtda ama neyse. Ne dersen ha? Uşaqlar, mission komplekti olmadı. Not complete. Yes. Biz belə arada ingiliscə falan danışa bilərik. Çünki mən də bu yay ərzində ingiliscə gedəcəm. Və ingilis danışmaq nəsə qəribə yox. Həm də xoşuma gəldi. Belə danışmaq xoşlayıram. Həm də tam ingilisli dərs keçir. Həm də ingilisli müəllimədir. Sən də burada reklamı verək. Kim istəyirsə yorumlarda yazsın, ona yazacaq. Geri cavab verəcəyik. Dərslərə də keçirsən ingilis dili. Hələ ki pauza vermişim. Hələlik pauzadır, amma siz yazın, biz vaxtı çatanda sizə deyərik ki, başlayın. Halıya yönəldərik. Var bir dənə akademi, sizi oraya yönəldə bilərik. Yəni istəyən yorumlara yazsın, buranın yorumları bu videoda açıq olacaq. Sırf bax buna görə. YouTube'dan gələnlərə isə bəlkə bir 5-10% indirim təşkil etməyə çalışacağım. İndi əlimdən gəldiyi qədər. Yaxşı uşaqlar, biz qalyana yaxın bəlkə qayda açaram. Sağ olun, salamat qalın. Uşaqlar, deməli gəldik götürməyə. Deməli, uşaqlar, deyəsən Biləsvarın ən dar keçididir bura. Deyəsən, hər dəqiq deyil. Sonra yorumlarda boş-boş yazmayın. Zarafat edirəm. Deməli, uşaqlar, burada nəsə bilmədiyim bir su var. Patron Semişko. Yəni, taxta tuxta cross'un zat. Yəni, biz bayaq buradan keçdik, indi yenə keçəcəyik. Onu da sizə göstərəm. Gedirik taxtaları yığmağa.